yatmamışdan qabaq dəstəmaz alıb yatmaq. Və necə gəlir ki, Rasulullah s.ə.v-in hədisində ki, Allah Rasulü sünnətidir ki, yatanda sağ çiyini üstə, sağ tərəfi üstə yatar. Yəni, üzü boyu yatmağa qadana edir Rasulullah s.ə.v. Və buyurur ki, İbn Ömər radiyallahu gələn hədisdə ki, sizlərdən bir kimsə gecələdiyi zaman dəstəmaz alaraq yatarsa, Allah Subhanahu wa Ta'ala tərəfindən təyin olunmuş bir mələk onunla bərabərdir gecələr, yəni onun yanında. Və hər dəfə deyib, o qul deyir, yerində o yana, bu yana döndükcə, həmin mələk Allah Ta'ala dua edər, deyər, ya Rabbi, filan qulunu bağışlar, həqiqətən də o təharətli olaraq, yəni dəstəmazlı olaraq yatmışdır. Ona görə də hər dəfə yatmamışdan öncə ərinmək lazım deyil. Görürsən, insan yerinə girir, sonra xatırlayırsan ki, gələ bir də dəstəmaz alıb yatarar. Amma ərinə insan girib dəstəmaz alsın. Lakin gedib aldıqda o dəstəmazı görün, nə boyda sən mükafat qazanmış olacaqsan və həmçində Allah Rasulunun sünnətini yaşatmış olacaqsan. Və yenə də deyirəm, qardaşlar, bu sünnə əməllərə yəni, kiçik baxmaq lazım deyil. Çünki bunlar hamısı insanın həyatını dəyişir, insanın həyatına bərəkət verir. Necə ki, sən Allahın əmrlərini yerinə getirirsən, Allah da sənə əmr edir ki, onun Rasulunun əmrlərini yerinə getir.